Musa Təranə cütlüyünün qızıdır. Şeydir. Çünki mənim atamdır, atama oxşamışam, sadə insan olmağı atamdan öyrənmişəm. Sizə möhtəşəm popa şəkilləncə kartlarınızı təqdim edirəm. Bel hissəsi yüksək belli gör. Marmelat deyil, bir marmelat. Baxın, deməli. Yeni qurbağalarımız gəlib. Bakıda bir ilk. Can 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 candara can 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 candara can candara 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 can. Dəyərli dostlar, videonu əvvəlcədən bəyənsəz mənə böyük dəstək olmuş olacaqsınız. Ona görə də izləyə-izləyə bəyənin zəhmət olmasa. Aklas dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Bir şey diqqətinizə çatdırım əziz dostlar. Biz Çindən avtomobildən tutmuş kranına, ekskavatoruna, tibbi avadanlıqlarına, inşaat mallarına qədər ürəyiniz nə istəyirsə oradan, zavoddan, fabrikdən alıb Azərbaycana və yaxud da Rusiyaya çatdırıb təhvil verə bilərik. Uzun sözün qısası aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlayın. Elə bu dəqiqə problem yoxdur. 24 saat telefonum sizin xidmətinizdədir. Çünki mənim atamdır, atama oxşamışam, sadə insan olmağı atamdan öyrənmişəm. Videoda atasından da görünür ki, heç də sadə adam deyil. Birincisi, sadə adam adına mahnı yazdıranda, ona klip çəkdirmək istəyəndə qayıdıb deyir ki, ay oğul, eləmə belə şey, ayıbdır, mən utanıram filan, bəs məkan. Çox sadə oğlandır, Allah saxlasın balalarını. Uşaqlara heç nə demirəm, uşaqlar çox güman ki, kiminsə tırkasına gedib, atasının tırkasına gedib, mahnı oxuyublar, klip çəkiblər. Allah saxlasın. Atavıza oxşamayın, yəni çox sadə olun. Dəyərli izləyicilərimiz, sizə möhtəşəm popa şəkilləncə kartlarınızı təqdim edirəm. Bel hissəsi yüksək belli. Gördüyünüz kimi ön hissəsi sadə bir modeldir. Yüksək belli bel və qarın nahəsini çox gözəl yığır. Arxa hissəni popa sallaqlığı belə möhtəşəm şəkildə dikləşdirir. Dəyərli izləyicilərimiz, çox gözəldir. Bax, belə gördüyünüz kimi dəyərli xanımlarımız. Əziz dostlar, bilmirəm axır vaxtlar belə Mercedes tumanlar, nə bilim bu kimi şeylər reklam edirlər sosial şəbəkələrdə. Bilmirəm bunları kim üçün edirlər. Əziz xanımlar da deyirlər, bütün xanımlara müraciət edirlər müştəri olaraq. Pox yeyirlər təbii ki. Bu bütün xanımlar üçün deyil. Bu kimlər üçündür? Artıq bütün insanlar bilir. Ya popa şəkil, popanın niyə şəkil? Allah, siz necə çox pis propaganda gedir, çox pis təbliğat gedir, çox pis, yəni popa şəkilləndirici, nə bilim, məmə şəkilləndirici, filan yeri şişirtmək, filan yeri böyütmək, bu kimi şeylər, inanın ki, yəni bunu eləyənlər kişilər üçün bir gecəlikdir. Kişilər ömürgün yoldaşlarının belə olmasını istəmirlər. Bunu deyim biləsiniz. Yəni bunlar bir gecəliklər belə eləyə bilər. Yəni bu kimi şeylər eləyə bilər. Deyim biləsiniz. Kiminsə acığına gəlirsə də yaxşı edirəm. Yəni qoy gəlsin acığına. Bunu tanıyırsınız da, bu Musa Təranə cütlüyünün qızıdır. Şeydir. Başa düşdük, hə, oxuyursan, belə bayağı mahnılar oxuyursan filan, indi bəziləri dalqabaq anlamasın deyə videonu, bunu qabaqçıdan deyim, mənim qohumlarımın bir 50% ilə talışlardır. Talışlar candır, ciyərdir. Amma bu mahnını yazan, yəni bu Təranə Qumral, Təranə deyirəm, Qumral xanım üçün yazan, bunu oxutduran, yəni bunu oxuyurlar adətən müğənnilər toyda ki, talış oğlanlar və yaxud da Naxçıvanlı üçün oxuyurlar və yaxud da nə bilim Cəlilabadlı üçün fərq eləmir də ki, gətirsinlər qəşəng pul salsınlar cibinə, cibi yoxdursa bura Mənim heç xoşum gəlmir bu yerli bazlıq, region pərəstlikdən, şirdi, pələyindi, talış oğlanları. Bunu yazan adam məgər başqa regionlardakılar çaqqaldır, yəni talışlar şirpələyindirsə, başqaları çaqqaldır, yox təbii ki. Bunu deyə bilərsən, Azərbaycan oğlanları şirdi, pələyindir, hə, qurtdur, nə bilim, əcdahadır.
Yoxsa region pərəstliyi, bu kimi şeylər ayrı seçkilik salır. Bunu oxuyan da təbii ki, belə şeyləri qanmaz. Çünki onun beyni burada deyil, əziz dostlar. Ona görə də əslində qəşəng qızdır. Vallahi niyə özünü bu hala salır? Yəni bəlkə də normal figurası yerində olsaydı çox da belə gözəl, qəşəng qızdır. İndi oxuduğu mahnılar heç nə olsa da. Marmelat deyil, bir marmelat. Baxın, deməli. Yeni qurbağalarımız gəlib. Bakıda bir ilk, yəni dadı çox möhtəşəmdir. Yəni buna baxın. Mən baş açmıram. İndi qurbağa deyə bilərsiniz, su heyvanıdır, təmizdir, filan, bəsməkan. Amma bizim mətbəxdə belə bir şey yoxdur axı. Bizim mətbəxə çox belə şeylər salıblar. Xaricilərdən gələn bu tip qidaları, Azərbaycan, yəni bizim xalqın qidalanmasını belə korlayan insanlar mənim gözümün düşmənidir. Mən birinci dəfədir görürəm ki, artıq qurbağa alverinə girişiblər bizimkilər. Marmelat kimi, yox bir qaşqaldaq kimi, qurbağa 2.99, qablaşdırma 19.90. Nuş olsun, nə deyim, kim yeyirsə nuş olsun. Sonra sushi saldılar bizim xalqın dilinə, nə bilim, sushi yeməsə heç özünü saxlaya bilməyən, heç günü pozitiv keçməyən xanımlar var, glamurni çuşkalar. Ой, знаешь, сушisiz не могу da работать. Plazaları, mən plaza deyəndə, yəni onlar bilirlər söhbət kimlərdən gedir. Onun bunun saxladıqlarından heç bir iş görməyib, ayda filan qədər maaş alıb, bahalı maşın sürən, amma canı çıxıb fəhləlik eləyib 700-800 manat, 600 manat, 400 manat, 500 manata dolana bilməyən yaxşı oğlanlar var ki, plaza bir gündə xərclədiyini bir həftəyə, bir aya qazanırlar. Ədalətsiz dünyada yaşayırıq da dostlar, neyniyək? Məsələ sushidə deyil, sushi ola bilər, dadlı yeməkdir, bütün dünya mətbəxlərinin qiyməti. Amma özlərini elə aparanlar var ki, sanki bunlar doğulandan bəri ana südü əvəzinə sushi yeyiblər, onsuz dayana bilmirlər. Bu da bizim debil gənclik. Özdə 4545 bəyənməsi var. 4545 qoyun da bunu bəyənib namaz qılır. Namaz qılan yerdə güya namaz qılır. Özünü çəkib, özü kameraya baxır. Yəni bunların gələcəyi cəhənnəm qoyduq bir kənara. Bunlardan törəyənlər nə olacaq bilmirəm. Sünlü qılırsız yoxsa şiyə? Yazılış tərzindən də bilinir ki, bunlar cəmiyyətə heç bir faydalı ola biləcək potensialda yeniyetmələr, gənclər deyil. Sünlü qılırsız yoxsa şiyə? Soruşduğu cümlə belə, yəni lazımsız cümlədir. Sənə nə dəxili var, kim sünni qılır, kim şiyə? Yazdığı da savadsız təbii ki, sünlü. Sünlü yox, sünnü. Sünnə. Şiyə də yox, y yox, şiə. Heç olmasa bu sualı verib nifaq salırsansa, ay yeniyetmə, ay bala, heç olmasa cümləni düz yaz. Nəysə, kanalıma abunə deyilsinizsə abunə olun, özünüzə yaxşı baxın, görüşərik, hələlik.